Qədirxum nə günüdür? O günüdür ki, Peyğəmbər öz yerinə Həzrəti Əlini Mövla təyin elədi. O Mövla təyin oldusa, Həzrəti Əli əleyhissalamın düzdür, belə deyək, o vilayətin özü də iki yerə bölünür. Şər'i vilayət, qovni vilayət, təşrii vilayət, təkvini vilayət. Təşrii vilayət, yəni Həzrəti Əli əleyhissalam bundan sonra insanlara qanuni, hüquqi rəhbərlik eləməlidir. Düzdür, qoymadılar. Amma Həzrəti Əlinin təkvini vilayətin heç kəs əlindən almadı. O yenə mövladır, o yenə imamdır, o yenə höccətdir və Qədirxum hadisəsi o hadisədir ki, insanlar bu hadisəyə laqeyd yanaşdılar deyə tarixdə nə boyda hadisələr baş verdi. İmam Həsən zəhərləndi. Həzrət İmam Hüseyin əleyhissalamın Kərbəlası oldu. Məzlum imamlar nə qədər məzlum oldular. Nə qədər imam sevənlər məzlum oldular. Nə qədər möminlər, müsəlmanlar, nə qədər cinayətlər oldu. Nə var, bir dənə Qədirxum öz yerində öz haqqına çata bilmədi. Həzrət Əli əleyhissalamın hüquqi vilayəti olmadı. Amma təkvini vilayəti, Allah tərəfindən verilmiş vilayəti, o hər zaman Həzrət Əli əleyhissalamdan bərpadır və indinin özündə də və hal-hazırda da 12-ci imam sağdır və bütün dünya onu gözləyir.